Bəli, rəqəmlər tez-tez dəyişir. Son məlumatlara görə Nepal tərəfdə həlak olanların sayı 469 nəfərə çatıb. Daha doğrusu, hüquq mühafizə orqanlarının son hesabatlarına görə 469 nəfərin cəsədi tapılıb. Ümumilikdə 1545 nəfər yaralanıb. Çoxu əcnəbi turist və zəvvar olmaqla yüzlərlə adam itkin düşmüş hesab olunur. Onların dəqiq sayını müəyyən etmək isə mümkün deyil. Çünki bölgədə turist və zəvvarların çoxu fərdi avtomobil və ya qeyri-rəsmi fəaliyyət göstərən turizm şirkətlərinin xidmətlərindən istifadə edir. Axtarış xilasetmə əməliyyatları qeyd eləyək ki, davam eləyir. Nepal ordusu, hərbiləşdirilmiş polis və milli polisdən ümumilikdə 13 mindən çox təhlükəsizlik işçisi səfərbər edilib. Bütün dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Nepalın baş naziri Balendra Şah bildirib ki, hazırda əsas prioritet itkin düşənlərin tez bir zamanda tapılması, yaralılara tibbi yardım göstərmək və fəlakətdən zərər çəkmiş ailələrə təcili yardım göstərməkdən ibarətdir. Daşqın yollara, kommunikasiya xidmətlərinə ciddi ziyan vurduğu üçün bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib. Məlum olduğu kimi, daşqın Nepal-Çin sərhəd keçid məntəqəsinin Çin tərəfində də dağıntılara səbəb olub. Çin tərəfdə 3 nəfər həlak olub, 558 nəfər itkin düşüb, 2 nəfər isə yerli sakin xilas edilib. Çin tərəfi təbii daşqın və palçıq axınından zərər çəkmiş zonadan 499 sakin və 555 turistin hamısını təxliyə etdiyini açıqlayıb.